qadın və kişi heç biri öz funksiyasını yerinə yetirməməklə məşğuldur, böyük əksər. Kişilər dönə-dönə üzr istəyirəm. Yəni kimlərə aiddirsə ona aiddir də. Yəni öz işində olan, öz ampulasında olanlardan danışmıram. Kişilər razıdırlar ki, mən bir işdə işləyim, sən 4 işdə işləyəsən. Mənə dəymə, mənə toxunma. Məni olmayan komfort zonamdan çıxartma. Neynəməliyəm? Getdim, işlədim işimi, gəldim. Qadın ikinci işə, üçüncü işə kişiləşir də. Bütün yükü çiyninə, qadın fədakardır, daha çox fədakardır. Hamımız maşın sürürük, artıq kişilər kimi kənardakı maşınlarla sürücülərlə dava eləyənlər, yəni belə olmamalıdır, zərif qalmalıdır.